2025 yıl 3 noyabr növbətdəki doğumuz. Banizanın əldiyağında, az əldini göstərib ötəmiz, 3 xanalı doğumuzğa geldik. Bir yağı yataqxanası, bir yağı vanna sanuzel, bir yağında spalni bir dana. Bir yağımız yine zal kısmı. Üydün cihazların bazı texnikələrini yapıdadı, qalan cihazlara qaladı. Bir yağı endi hol kısmı desek var, bir yağı koxnası var. Koxnada mənə koxinli mebil, gaz piltə möcü var. Bir yağında televizoram var. Əldiyağını göstərib ötəmiz. Üyümüz şunda cəmi 80 kvadrat, bir xana ötəmiz. 80 kvadrat. Opşi baxası şunda 28.800 dolar buladı. Taxminən 350 milyon, 345 milyon, 350 metrafı. Mənə əldiyağı banizanın əldiyağı bu. Bir yağı detski banisa. Başqa sual cavablar qalsa bemal müraciət edəsiniz. Suallarınıza cavab verəmiz. Şunda 80 kvadrat banizanın əldə 2-ci etaj 3 xanalı doğumuz. Padez qismlarım çot gedib taxlanğan çırar edib. Atqanca əldində padvalı var ekan bunun 40 kvadrat padvalam qoşub verilədi. Bemalol padvaldan asanız boladı. İşinin əldəm çot gözətilgən banizanın əldə eylərdə göstərib. Mənə üyümüz bunu uy. Əgər balkon çıxarmısınız, bu balkondan poli çıxarsanız boladı mənə uyda. Əldə rişotkelənən. Mega balkon çıxarsanız bir dənə mənə bir xana payda boladı. Cəmi şunda 120 kvadrat, 115 kvadrat yer boladı. Ərçələri polini egilgən mənə.